Hər kəsə salam. Bugünkü mövzumuz Azərbaycanın fiziki coğrafi rayonlaşdırılmasıdır. Keçək dərsimizə. Ümumiyyətlə, hər bir ölkə coğrafi xüsusiyyətlərinə görə bir-birindən fərqlənir və yaxud da həmin ölkədə oxşar xüsusiyyətlərə malik ərazilər mövcuddur. Və bu ərazilər bir-birindən iqliminə, relyefinə, geoloji quruluşuna, təbii landşaftlarına və s. görə həm bir-birindən fərqlənə bilər, həm də bir-birindən oxşar ola bilər. Məsələn, götürsək Azərbaycanı, Azərbaycanda iqlim tipləri mövcuddur və bilirik ki, bu iqlim tipləri ərazilər üzrə bir-birindən fərqlənir. Və yaxud da geoloji quruluş olsun, relyef olsun və s. yəni fərqi yoxdur. Həm bir-biri ilə oxşar cəhətlər var, həm də fərqli xüsusiyyətlərə malik olan ərazilər mövcuddur. Hansı ərazilər ki, bir-biri ilə oxşar xüsusiyyətlərə malikdir, o əraziləri qruplaşdırırlar və bu qruplaşdırma ərazi vahidlərinə, yəni rayonlara ayrılır. Rayonlara ayrılma da fiziki coğrafi rayonlaşdırma adlanır. Rayonlaşdırma isə müəyyən vahidlər üzrə aparılır. Məsələn, bir ölkənin ərazisi ölkələrə ayrılır, ölkələr vilayətlərə, vilayətlər yarım vilayətlərə, yarım vilayətlər isə rayonlara bölünür. Deməli, rayonlaşdırma üzrə ən böyük vahid ölkə oldu. İndi gəlin görək Azərbaycan neçə fiziki coğrafi ölkəyə bölünür. Azərbaycanda 2 fiziki coğrafi ölkə mövcuddur. Bunlar Qafqaz və Ön Asiya ölkələridir. Ölkələr isə vilayətlərə ayrılır. Vilayətlər Böyük Qafqaz, Kür-çökəkliyi, Kiçik Qafqaz, Orta Araz, yəni Naxçıvan və Lənkərandır. Yəni ümumilikdə 5 dənə vilayət oldu. Bu vilayətlərdən Naxçıvan və yaxud da Orta Araz Ön Asiya ölkəsinə daxildir. Digərləri isə Qafqaz fiziki coğrafi ölkəsinə daxildir. Dedik ki, vilayətlər isə yarım vilayətlərə bölünür. Vilayətlərdə Orta Araz və Lənkərandan başqa bütün vilayətlər yarım vilayətlərə bölünür. İndi isə gəlin ayrı-ayrılıqda vilayətlər haqqında xüsusiyyətlərə baxaq. Başlayaq Böyük Qafqaz vilayətindən. Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir və Azərbaycanın ən böyük vilayətidir. Vilayət Xəzər sahillərindən yüksəkliyi 4466 metr olan Bazardüzü zirvəsinə qədər ucalır. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur və vilayətin zəngin faydalı qazıntıları, həmçinin mineral su mənbələri var. Bundan əlavə geoloji quruluşuna baxsaq, yüksək və orta dağlıq ərazilərdə Mezozoy, alçaq dağlıq və düzənli ərazilərdə isə Kaynozoy erasının süxurları yayılıb. Bu vilayətin cənub və cənub-şərq yamacı güclü zəlzələ zonasıdır və palçıq vulkanlarının əksəriyyəti də burada yerləşir. Bundan əlavə Böyük Qafqaz vilayətində düzənliklərdən yüksək dağlığa doğru yarımsəhra quru çöldən dağ tundra iqliminə qədər bütün iqlim tiplərinə rast gəlinir. Vilayətin çay şəbəkəsi sıxdır və çayların əksəriyyəti öz mənbələrini baş su ayırıcısı hissəsindən götürür və Kür çayına tökülür və yaxud da birbaşa Xəzər dənizinə də tökülə bilər. Torpaq, bitki örtüyü və heyvanat aləmi isə yüksəklik qurşaqlığı üzrə paylanmışdır. İndi isə gəlin bu vilayətin hansı fiziki coğrafi rayonlara bölündüyündən danışaq. İlk olaraq başlayaq Samur Dəvəçi fiziki coğrafi rayonundan. Bu rayon Xəzər sahilində yerləşir və xarici ölkəyə çıxışı var. Rusiya ilə sərhəddə yerləşir və Xəzər sahilində yerləşdiyinə görə ərazinin çox hissəsi okean səviyyəsindən aşağıda yerləşir. İqlimi qışı mülayim keçən yarımsəhra quru çöl iqlimidir. Landşaftı yarımsəhra və düzən meşə landşaftıdır. Burada yayılan torpaqlar boz çəmən və çəmən meşə torpaqlarıdır. Geoloji quruluşuna baxsaq, 4-cü dövr yaşlı süxurlar üstündür. Çayları yayda bol sulu olur və gətirmə konusu yaradırlar. Həmçinin Böyük Qafqazın şimal-şərqinin çayları Qusar, Qudyal, Vəlvələ və Qaraçay buradan keçərək Xəzərə tökülür. Göllərdən isə laqun mənşəli Ağzıbir Çala gölü bu fiziki coğrafi rayonda yerləşir. Samur Yalama Milli Parkı burada yerləşir. Neft-qaz ehtiyatı ilə zəngindir, xüsusilə də Siyəzən rayonu və ən sonda əhatə etdiyi rayonlar Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarıdır. Onu da qeyd edeyim ki, xəritədə bir rəqəmi ilə işarə olunmuş ərazi Samur Dəvəçi fiziki coğrafi rayonudur. Xəritədə 2 ilə işarə olunmuş Qonaqkənd fiziki coğrafi rayonudur. Bu fiziki coğrafi rayonun ərazisində Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonları yerləşir. Bütün fiziki coğrafi rayonlarla həmsərhəddir. Xəzərə çıxışı yoxdur, amma xarici ölkəyə çıxışı var.
Rusiya ilə sərhəddədir. Elə Rusiyaya da çıxışı var. Yarımsahra iqlimindən tutmuş dağ tundra iqliminə qədər bütün iqlim tipləri yayılıb. Ən böyük hündürlük amplitudu bu fiziki coğrafi rayondadır. Ən hündür və ən alçaq nöqtəmiz burada yerləşir. Geoloji quruluşuna baxsaq, yüksək dağlıq ərazilərdə Yura, orta dağlıqda təbaşir və Qusar mayili düzənliyində neogen yaşlı süxurlar yayılmışdı. Onu da qeyd edeyim ki, Qusar mayili düzənliyinin bütövlükdə yox bir hissəsi bu fiziki coğrafi rayona düşür, qalanı isə Samur Dəvəçinin ərazisində yerləşir. Həmçinin burada paleogen yaşlı süxurlar da yayılıb. Landşaftına gəldikdə dağ meşələri geniş yayılıb, qəhvəyi və qonur torpaqlar da buna görə geniş yayılmışdı. Həmçinin dağ-çəmən torpaqları da geniş yayılıb. Bundan başqa dağ-çəmən landşaftı da burada yayılmışdı və dağ-çəmən landşaftında çimli, torflu, bitay torpaqlar yayılıb. Filiz faydalı qazıntıları yoxdur. Mineral bulaqlardan xaltan, xaşı, cimi və qalaltı bu fiziki coğrafi rayonda yerləşir. Qubada kvars qumu və yanarşist yayılıb. Çayları dərin və kanyonvari dərələr yaradır və çaylarının çox hissəsi buzlaqlarla qidalanır. Son olaraq Şahdağ Milli Parkı və Qusar yasallığı burada yerləşir. 3 rəqəmi ilə işarə olunmuş ərazi Zaqatala-Lahıç fiziki coğrafi rayonudur. Əhatə etdiyi rayonlar Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və İsmayıl rayonlarıdır. İki ölkəyə çıxışı var, Gürcüstan və Rusiyaya. Tenevrosso zirvəsindən Mazımçaya və Girdimançaya qədər olan ərazini əhatə edir. Dağlıq relyef üstündür və buna görə də nəqliyyat şəraiti də çətinləşir və burada Rusiya ilə sərhəddə keçid məntəqəsi də yoxdur, çünki dağlıq ərazidir. İqliminə baxsaq, yağıntıları bərabər paylanan mülayim isti iqlim, il boyu bol yağıntılı soyuq iqlim və dağ tundra iqlimi yayılmışdır. Landşaftdan isə meşə landşaftı, dağ-çəmən landşaftı və subnival nival landşaftı yayılıb. Meşə landşaftının altında qəhvəyi və qonur meşə torpaqları, yüksək dağlıq ərazilərdə dağ-çəmən landşaftının yayıldığı ərazilərdə isə çimli, torflu və iptay torpaqlar yayılmışdı. Böyük Qafqazın daxilində yeganə fiziki coğrafi rayondur ki, burada filiz faydalı qazıntılar var. Bunlar polimetal filizləridir və yataqlar isə filiz çay, Katex çay, Mazım çay, Kastaq və Balakən çaydır. Yüksək dağlıq ərazilərdə Yura, orta dağlıq ərazilərdə isə Təbəşir dövrünün süxurları yayılıb. Zaqatala qoruğu, İlisu qoruğu və Qəbələ yasallığı burada yerləşir. Daha sonra İlisu, Xalxal kimi mineral sular da burada yerləşir. Lənkərandan sonra ən bol yağıntılı fiziki coğrafi rayondur. Çaylarının əksəriyyəti yeraltı sularla qidalanır və daşlı palçıqlı sellər baş verir. Daşlı palçıqlı sellərin baş verdiyi çaylar Kiş, Şin və Kürmük çaylarıdır. Xəritədə 4 rəqəmi ilə işarə olunmuş ərazi Dağlıq Şirvan və yaxud da Şamaxı fiziki coğrafi rayonudur. Əhatə etdiyi rayonlar İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarıdır. Bu ərazinin ən hündür zirvəsi Dübrərdir və hündürlüyü 2205 metrdir. Xarici ölkələrə çıxışı yoxdur. Fiziki və iqtisadi coğrafi mövqeyi əlverişsizdir. Həmçinin 8-9 bal gücündə zəlzələ zonası hesab olunur. Yayı quraq keçən mülayim isti iqlimi hakimdir. Geoloji quruluşuna baxsaq, paleogen və təbaşir dövrünün süxurları yayılıb. Daha sonra Şabaldı, Qonur və Qəhvəyi dağ meşə, bir də dağ-çəmən və qara torpaqları yayılmışdı. Qara torpaqlar İsmayıllı və Şamaxı rayonlarında yayılıb. Bir də dəmiyə əkinçiliyi üçün əlverişli şərait var. Faydalı qazıntılardan yanarşist yayılmışdı. Xüsusilə də Qobustan və İsmayıllı rayonları ərazisində. Daha sonra Şahdağ Milli Parkının bir hissəsi bu fiziki coğrafi rayonda yerləşir. Çaylardan isə Sumqayıt çay, Pirsaat çay, Ağsu çay və Girdiman çaylarının mənbələri burada yerləşir. 5 rəqəmi ilə işarə olunmuş ərazi Abşeron-Qobustan fiziki coğrafi rayonudur. Əhatə etdiyi rayonlar Bakı, Sumqayıt, Abşeron, Qobustan və Hacıqabuldur. Bu fiziki coğrafi rayon Xəzərin sahilində yerləşir. Bura yaşma düzənliyi, Abşeron tirəli təpəli düzənliyi və Qobustan alçaq dağlığı daxildir. Arid endosyon relyef formaları geniş yayılmışdır. Xüsusilə də Bentland, Yarğan və Şırım şəbəkəsi geniş yayılıb. Xəzərin sahilində isə abrazyon relyef formalarına rast gəlinir.
Geoloji quruluşuna baxsaq, neogen yaşlı süxurlar geniş yayılmışdı. Qobustanın qərbində isə paleogen yaşlı süxurlar yayılıb. Torpaqlardan boz-qonur torpaqlar geniş yayılmışdı və çaylarına baxsaq, çayları yayda quruyan çaylardır və yayda quruduğuna görə gedib Xəzərə çatmırlar. Bu çaylara Pirsaat, Sumqayıt və Ceyrankeçməz çayları aiddir. Palçıqlı sellər yaradırlar və onu da qeyd edeyim ki, palçıq vulkanları da burada yerləşir. Abşeron Milli Parkı bu fiziki coğrafi rayondadır. Bir də Bakı və Abşeron palçıq vulkanları qrupu qoruğu burada yerləşir. Daha sonra texnogen landşaft üstünlüyü təşkil edir. Buna görə də torpaqların rekultivasiyaya ehtiyacı olur. Təbii ehtiyatlarına baxsaq, Masazır, Böyükşor, Binəqədi göllərindən duz və yod brom əldə edilir. Neft ehtiyatları zəngindir. Həmçinin qaz ehtiyatları da geniş yayılmışdır və burada kvars qumu da yayılıb. Şıx və Suraxanı mineral suları da Abşeron Qobustan fiziki coğrafi rayonunda yerləşir.